Xaqan Film Kinostudiyası təqdim edir. Vətən ətirli oğullar. Azərbaycan tarixinə qızıl hərflərlə yazılan 44 günlük vətən müharibəsində igid oğullarımız Müzəffər Ali Başkomandan İlham Əliyevin rəhbərliyi altında zəfər səlnaməsi yazdılar. 30 il düşmənin soyuq nəzərləri altında sıxılan torpaqlarımız işğaldan azad olundu. İkinci Qarabağ müharibəsi haqqında danışarkən ilk növbədə əziz şəhidlərimizin xatirəsini yad etməliyik. Allah bütün şəhidlərimizə rəhmət eləsin. Amin. Onların canı bahasına, qazilərimizin, hərbçilərimizin qanı bahasına biz tarixi ədaləti bərpa etdik, düşməni öz torpaqlarımızdan qovduq, bütün azad edilmiş torpaqlarda Azərbaycan bayrağını ucaltdıq, tarixi ədaləti bərpa etdik və milli qürurumuzu bərpa etdik. Eşq olsun Azərbaycan ordusuna, Qarabağ Azərbaycandır! Şərəf tarixini yaradanlar arasında Kəlbəcər rayonundan olan igid oğullarımız da vardı. Şəhid İsmail Mahiroğlu Məhəmmədli. Məhəmmədli İsmail Mahiroğlu 01 yanvar 1996-cı ildə Gəncə şəhərində anadan olub. Əslən Kəlbəcər rayonundan idi. Orta məktəbi Gəncə şəhərində oxuyan İsmail 11 illik orta təhsilini başa vurandan sonra həqiqi hərbi xidmətə çağırılıb. Daha sonra xidmətini silahlı qüvvələrin en saylı hərbi hissəsində gizir kimi davam etdirib. Azərbaycan ordusunun giziri olan İsmail Məhəmmədli 2020-ci il sentyabrın 27-sində Ermənistanın işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan vətən müharibəsi zamanı Murovdağ istiqamətində gedən döyüşlərdə böyük şücaət göstərib. Mən özüm hərbiçi olduğum üçün babalarım da hərbiçi ailəsində böyüyüb. İsmail öz istəyi ilə dedi ki, mən Azərbaycan ordusunda xidmət eləmək istəyirəm. Torpaqlarım işğal altındadır. 2 il yarım xidməti davam elədi gizir rütbəsi ilə. Vətən müharibəsi başlayanda onu gətirdilər Murov silsiləsinə. Burada döyüş əməliyyatı keçirdi. O 4-5 dəfə döyüşə girdi, çıxdı. Axırıncı dəfə ayın 30 günü saat 6-da mənlə danışdı. Dedi ki, ata 15 nəfər qalmışıq. Burada canavar sağ deyilən bir post var, ora girdi, bizə ora aparırlar. Axırıncı danışığımızda elə o oldu. Sonra məndən sonra anasını zəng edib anasından danışır. Evə zəng elədi. Mən bundan soruşdum ki, eşitmişəm Mansiriyə düşübsüz. Dedi ki, 3 dəfə Mansiriyə düşdüm, çıxdım. 70-dən erməni öldürüblər, yaxşı vuruşublar, dayanmayıblar, neçə postlarımızı alıblar. Vuruşdu, canını qoydu, bizi fikirləşmədi. Oktyabrın 1-nə keçən gecə səhərə yaxın minamyot ateşindən şəhid oldu Murov dağında. Onun əşini biz götürə bilmədik. 76 gündən sonra dekabrın 14-cü günü gətirdik Göygöl Şəhidlər Xiyabanına dəfn elədik. Təzə ailə qurmuşdu, 5 ayda ailə qurmuşdu. Həyatı hər cürə yarımsı qaldı belə. Oğul da vətən üçündür, torpaq üçündür. O elə bir zirvələrə getdi, çatdı ki, bizi də nə qədər zirvələrə qaldırdı. Məhəmmədli İsmail Mahiroğlu 29 sentyabr 2020-ci il tarixdə Murovdağ istiqamətində gedən döyüşlərdə qəhrəmancasına şəhid olub. 14 dekabr 2020-ci ildə Göygöl rayon Şəhidlər Xiyabanında dəfn edilib. Vətən uğrunda və Kəlbəcərin azad olunmasına görə medalları ilə təltif edilib. Azərbaycan tarixinə 44 günlük zəfər savaşını onlar yazdılar. Bu torpaqları vətən eləyən oğullar. Onlar özləri yaratdıkları tarixin vətən ətirli oğullarına çevrildilər. Qələbə, zəfər tarixini yazanlar da, yaşadanlar da onlar oldu. Vətən müharibəsinin hər günü bizi addım-addım
qələbəyə çatdırdı. Bu torpaqlar qəhrəmanlarımızın sayəsində əsl sahibinə, bizlərə qayıtdı. Torpağı, vətəni yaşadanları yaşatmaqsa bizlərin borcudur. Qarabağ Azərbaycandır. Həyat belədir ki, bunun əvvəli də var, sonu da var. Heç kim əbədi həyatda qalmır. Amma şəhid olmaq bu xalq qarşısında, tarix qarşısında və gələcək nəsillər qarşısında böyük xidmətdir.